Devlet İmtahan Merkezi 2025. yıl test topluluğu birinci hisse yer setinin relyefi bölmesinde matrixlerin psikocoğrafi mövqeyi relyefi mevzusunda deməli 133 test var. Burada birdən 70'e gələrin təhlilini verəcəm. 71'den 133'e qədəri yaxın günlərdə Allah qoysa internete yükləyəcəm. Matrixlerin mütləq hündürlüklərinin azalma artçılığını müəyyən edin. Mütləq hündürlük dedikdə ən uca zirvəsinin hündürlüyü nəzərdə tutulur. Avstraliya 2228 metr, Avrasiya 8848 metr azalma artçılığı diyor. Pozulduğuna görə də bunu götürmürük. Afrika 5895 metr, Avrasiya 8848 metr yenə də artçılıq pozuldu, götürmürük. Avrasya 8848, Afrika 5895, Avustralya 2228, Kaçuşko. Artçılığı düzgün doğru C cevabı doğrudur. Şimali Afrikada düzənçlərin geniş yer tutmasının səbəbi antrojen təsirin çox olmasının mətləbə dəxli yoxdur. Ərazini təşkil edən suların müxtəlifliyinin mətləbə dəxli yoxdur. Endogen proseslərin güclü olması Afrikada endogen proseslər elə də güclü dögür, həm də mətləbə dəxli yoxdur. Çay kiberinin sıx olması yox. Platforma geniş ərazi tutur. Platformada hamal yerdir. Afrikada düzənçlər geniş yer tutur, görür, həmin yerlər platforma sahələridir. Yeybəndi. Afrikanın çoğu səsi şərq hissəsindən çıxmaqla, bir də Atlas dağlar rayonuna çıxmaqla platformadır. Cavab Yeybəndi. Üç yarımçıda yerləşən matrixlər. Matrixin üç yarımçıda yerləşməsi üçün ya onun ekvator tərəfindən kəsilməsi lazımdır, ya 0-cı meridian tərəfindən kəsilməlidir, ya da 180-ci meridian. Bunlardan üçündən biri ilə kəsilməlidir. Avrasiya deməli həm 0-la kəsilir, həm də 180 ilə yenə üç yarımçı cənubda yoxdur. Avstraliya cənubla şərqdədir, şimalla qərbdə yoxdur, səhvdir. Afrika 4 yarımçıda ekvatorda kəsir, Greenwich'də kəsir, 4 yarımçıya düşür. Ona görə bu da səhvdir. Antarktida 3 olmalı 3'dür. Antarktida 3 yarımçıya, şimaldan başqa qalan yarımçılar burada var. Cənub var, şərq var, qərb var. Cənubi Amerikada adı cənub olsa da Cənubi Amerikanın 12 dərəcə 25 dəqiqə şimal enliyinə qədər yerləşir. Şimal yarımçəsində var, cənub yarımçəsində var. Greenwich'e görə qərbdədir. Deməli, şimal, cənub, qərb yarımçəsində. Cənub Amerika yerləşir, cənub, şərq, qərb yarımçəsində yerləşir. Antarktida cavab sevəndi. Avustralya matrixi üçün səciyyəvi olmayan relyef formaları. Avstraliyada duyumlar qumdan yaranır, duyumlar geniş yer tutur. Quru çay dərlər Avstraliyada həddindən artıq çoxdur, dünyanın ən quraq matrixidir. Moren təpələri yoxdur, ona görə ki, burada buzlaşma olmayıb. Yəni 3 burada yoxdur. Qum təpələri, Avstraliyada qum təpələri çoxdur. Sirk yenə də buzdaq relyef formalarından da Avstraliyada yoxdur. Avstraliyada olmayanlar oldu. Moren təpələrlə sirklər 3-5 cavab oldu, deməndi. Cənubi Amerikanın uca nöqtələri, Cənubi Amerikanın uca nöqtələri şimalda Qalinasdır, cənubda Provertdir, şərqdə Cabo Branco'dur, qərbdə də Parinyasdır. Bu cavab axtaracaq. A-da Almada Horon səhvdir. B-də Parinyas, Cabo Branco, Qalinas, Provert. Parinyas qərbdədir, Cabo Branco şərqdədir, Qalinas şimaldadır, Provert cənubdadır. B bəndi doğrudur. Florida, Somali, Malak qarmadan yerləşdiyi matrixlərin müvafiq artçılığını müəyyən. Florida, Şimali Amerika, Somali Afrika, Şimali Amerika, Afrika, Malakka'dakı Avrasiya cavab Yeybəndi. Mexanik testlər uşaqlar sürətlə deyəcəm. Cənubi Amerika otoparkda yerləşir. Okean qabığına mavi litosfer kənarında, okean qabağı deyil bura. Litosfer tavan toqquşması yerlərində ovalı deyirlər bunlar. Taban sərhədindən çox uzaqdadırlar. Kristallik bünövrənin üzə çıxdığı yerlərdə oval olmur. Platformanın qalxan sahələri elə kristallik bünövrənin yer səthinə çıxdığı yerlər səhvdir. Platformanın çökmə sahələrinə buna platforma tavalarda deyirik ki, ovallar orada deməli Ornokadır, Amazondur, La Plata'dır ki, bunlarda yerləşirlər platformanın çökmə sahələrinin cavab Yeybəndi. Cənubi Amerikanı Afrika və Avstraliya matrixlərindən fərqləndirən cəhət. Cənubi Amerikanı Afrika və Avstraliya matrixlərindən fərqləndirir.
Gondvanın tərkib hissəsi olması, buların üçü də Gondvanın tərkibində olub. Cənub tropik xəttinin materiki kəsməsi, bunların üçünü də Cənub tropik xətt kəsir. Sahillərin iki okean suları yuyulması, bunların üçünü də sahilin iki okean suları yuyur. Subekvə tropik iklim qurşağında olması, üçündə də var. Subekvə tropik iklim qurşaqları, səhraların çox az sahib tutması, Cənubi Amerikada Səhra təkcə Atacamadı, Ant dağlarının qərb sahillərində Çilidə yerləşir. Afrikada səhralar milyonlarla, Avstraliyada milyonlarla kvadrat kilometr yer tutur. Cavabı Yemendir. Kamçatka Apennin kiçik Asiya yarımadlarının oxşar cəhəti Asiya qitəsində yerləşirlər. Apennin Avropadadır. Tektonik cəhətdən Pərsonunda yerləşirlər. Kamçatkada vulkan da püskürür, zəlzələ də baş verir. Apennin də zəlzələ də var. Vulkan da var. Kiçik Asiyada vulkan püskürməsi də 21-ci əsrdə bəlkə də ən çox zəlzələ verən, baş verən ölkə Türkiyədir. Kiçik Asiya yarımadasında yerləşir. Cavab oldu. Deməli, tektonik cəhətdən Pərsonunda yerləşir. Cavab beləndi. Mateşlerin uçkar cənub nöqtələri Yeni Afrikada düzdür, Mariota Şimali Amerikada düzdür, Almadı. Afrikanın deməli qərb uçkar nöqtəsi cavab səhvdir. Çelgöz üçün Avrasiyanın şimal uçkar nöqtəsidir. Cavab səhvdir. Rokada qərb uçkar nöqtəsi təkcə yeni düzdür. Cənub-şərq Avstraliyanın cənub uçkar nöqtəsidir. Mariota Şimal Amerikanın deməli cənub uçkar nöqtəsi Pi Avrasiyanın cənub uçkar nöqtəsidir. Cavab sevəndi düzgündür. D bəndində deməli Pi düzdür, Galinas Cənub Amerikada cənub nöqtəsidir, cənub nöqtə orada Provertdir. St. Charles həmçinin Şimal Amerikada Mariatodur. St. Charles şərq ucqar nöqtəsidir. Yeməndə yenə də Rok Avrasiyanın qərb ucqar nöqtəsidir. Cavab sevən. Mateşdən ucqar şimal nöqtələri York, Avstraliya, Çelgüskin deməli Avrasiya, York, Avstraliya, Çelgüskin, Avrasiya, Mertson, Şimal Amerika cavabı doğrudur. B bəndə Mariato, Dejun yox. Səhvdir. C bəndə Roka, qərbdir. Rastkapın Afrikada deməli Piyay səhvdir, Roka səhvdir. Mariato cənub ucqar nöqtəsidir. D nöqtəsində Piyay cənubdur. Yenə də Yeməndə Bayron Roka şimal ucqar nöqtələr deyir. Deməli, bir də deyirəm, Avstraliyada York, Avrasiyada Çelgüskin, Şimal Amerikada Mertson, Şimal ucqar nöqtələri cavab. Şimal Amerikada düzənliklərin Cənub Amerika düzənliklərindən fərqləndirən cəhət. Qərb tərəfdən uca dağlarla əhatə olunmaları, hər ikisinin qərbində dağlardır. Şimal Amerikada Kardiya, Cənub Amerikada Ant dağlardır. Əslən qədim platformların üzərində yerləşməsi mətləbə yoxdur, hər ikisi qədim platformların üzərindədir. Akkumulyativ dendasyon mənşəli olmaları, hər ikisində həm akkumulyativ dendasyondur. Düzənliklər var. Buzlar mənşəli relyef formu suyun təşkil etməsi, Şimal Amerika dövlətinin buzlaşması məruz qaldığına görə burada buzlar mənşəli relyef formuları geniş yayılıb. Cənub Amerikada buzlar mənşəli relyef formuları yoxdur. Cavab D bəndi. İri çaylarla parçalanmalı, hər ikisi üçün da bu xarakterikdir. Afrika, Avrasiya, Cənub Amerika mateşləri ərazisində yerləşən dağların müvafiq ardıcıllığı birinci Afrikada olsun. Himalay Avrasiyada səhvdir, Cənub Amerikada səhvdir, Ural Avrasiyada səhvdir. Atlas Afrika birincini oxuyuram. D bəndində Afrika düzdür, Pamir Avrasiya düzdür, Ant Cənub Amerika düzdür. D cavabı. Y bəndində yenə də Alt dağları Avropa Avrasiyadadır. O cavab səhvdir. Cavab D. Afrika və Cənub Amerika mateşləri relyefinin ümumi cəhəti buzlar relyef formalarının geniş yayılması, bunların heç birində buzlar relyef forması yoxdur. Düzənliklərin geniş sahə tutması, hər ikisi çox hissəsinin qədim platforma tutur. Düzənliklər hər ikisində geniş sahə tutur. Hər ikisində o cür düzənliklərin geniş yayılması hər ikisi üçün xarakterikdir. Cavab B bəndi. Ucqar şimal nöqtələri cənub yarımkəsində yerləşən mateşlər, ucqar şimal nöqtələri. Ucqar şimal nöqtələri cənub yarımkəsində olacaq aydın ki, Avstraliya, bir də olacaq Antarktida. Başqa mateşdə yoxdur. Avstraliyanın 12 dərəcə cənub yerindədir, Antarktida 53 dərəcə deməli cənub enliyindədir ucqar şimal nöqtələri. Cavab ucqar cənub nöqtələri şimal yarımkəsində yerləşən mateşlər. Antarktidanın cənub nöqtəsi qütbdir,
Şimal Amerika'nın ucqar cəmiyyəti şimal yarımkəsindədir. Afqan cənub ucqar nöqtəsi cənub yarımkəsi səbti. Avrasiya, PI, Avstraliya cənubdadır səbti. Avrasiya şimaldadır, Cənub Amerika cənubdadır. Şimal Amerika deməli Marjato ekvatordan şimaldadır. 7 dərəcə Avrasiyada yenə də PI-dir. Ekvatordan şimalda bütün cavab Yeməndi, Şimal Amerika, Avrasiya. Afrika materikin relyefinə xas olan xüsusiyyətlər dağların əksəriyyəti Afrika aiddir. Orada təkcə Atlas Afrika aiddir, səbti. Dağların çoxu qədim olduğundan çox parçalanmışdır. Doğrudur. 2. Materikdə yaylalar geniş yer tutur. Afrikada materikində yaylalar həqiqətən geniş yer tutur. Ahakkartı, Tivesti, Gobbe'dir, Ahakkartı, Tivesti'dir, Darfur'dur, Şərq Afrika'dır, Etiyopiya'dır. Bunlar yaylalar geniş yer tutur. Burada en büyük tektonik çat Afrika'nın şərqindədir. Quruda en büyük tektonik çat Afrika'nın şərqində doğrudur. Materikin hər yerində tez-tez zəlzələ baş verir. Zəlzələ şərqlə Atlas dağlarında olur, çox yerdə olmur. Şimalında çökmə mərkəzi suxurlar üstünü təşkil edir. Afrikanın şimalı çökmə mərkəzi suxurlarla zəngindir, neftdir, qazdır, fosfordur. Buraya üçün xarakteristik, bu da doğrudur. Düzgün cavab oldu 2, 3, 4, 6. Cavab oldu Yeməndi. Afrika materikini Avustralya'dan fərqləndirən əlamət Hind Okeanı sahilində yerləşməsi. Hər ikisinin Hind Okeanı sahilində, hər ikisi Hind Okeanı sahilindədir. Ekvatorial iqlim quşağının geniş ərazi tutması. Afrikada ekvatorial iqlim quşağı geniş yer tutur. Avustralya'da ekvatorial iqlim quşağı yoxdur. Avustralya'da subekvatorial, tropik, subtropik iqlim quşaqları var. Cavab Yeməndi. Afrikanın Avustralya'dan fərqi onda ki, burada ekvatorial iqlim quşağı geniş yer tutur. Cavab B. Afrika materikinin şimalında yerləşən yaylalar. Darfur şimaldadır, Tibesti şimaldadır, Kap cənubdadır, Tragon dağları cənubdadır, Ahakkar şimaldadır, Dekan Avrasiyadadır. Deməli, düzgün cavab oldu. Darfur, Tibesti, Ahakkar ya Ahakkar. 1, 2, 5. Orinoco ve La Plata ovalıqlarının tektonik cəhətdən uyğun gəldiyi ərazilər. Orinoco, La Plata, Orinoco Cənubi Amerika, La Plata yenə də Cənubi Amerika. Okean qabığı tavasının kənarında səbti, platformanın qalxan sahələri deyil bunlar. Litosferanın sərhəd zonlarında, litosferanın sərhədində deyirlər, kristalli bilövünə üzrə çıxdığı yerlər deyirlər. Bunlar platformanın əyilmə sahələrində yerləşirlər, hər ikisi. Amazon ovalı da həmçinin. Şimal Amerika materiki üçün səciyyəvi olmayan xüsusiyyət şimal tropik xətti və şimal qütb dairəsi ilə çəkişir. Bu Şimal Amerika üçün səciyyəvidir. Şimal hissəsindən qütb dairəsinin keçməsi səciyyəvidir. Üç yarımkürədə yerləşməsi Şimal Amerika, şimal və qərb yarımkürəsində yerləşir. Üç yarımkürədə yerləşmir. Orada elə səciyyəvi olmayan budur. Üç yarımkürədə yerləşməsi. Şimal və qərb yarımkürəsində yerləşməsi doğrudur. Üç okeanla əhatə olunması şimalda şimal buzdur, qərbində sakit, şərqində Atlantik okeanı. Üç okeanda doğrudur. Səciyyəvi olmayan üç yarımkürədə yerləşməsi Yeməndi. Avropa ərazisində yerləşən vulkanlar Klüçü Asiyadadır, səbti. Etna Avropadadır, Vezuvi Avropadadır, Erebus Antarktidadadır, səbti. Hekla Avropadadır, Fudziyama Japonya'da, Asya'dadır, səbti. Etna İtalya'da deməli Avropa'da Orizaba, Şimal Amerika'da səbti. Hekla Bardarbunga deməli Avropa'da Vezuvi'də yenə də deməli Apenin yarımadasında Hekla İslandiyada Bardarbunga'dakı yenə də İslandiyada yerləşən vulkanlardır. Cavab Yeməndi. Alpimura quşağında yerləşən dağ zirvələri Comorulma Cotopaxi səbti çıxdı. Elbrus düzlüyü, Qələbəpçi düzlüyü, Orizaba Meksikada da səbti çıxdı. Ağrıdağ düzlüyü, Elbrus düzlüyü, Kujisokası Asiyadadır. Deməli, Alpimura quşağında böyük səbti. Kongur Kamerun Sinsizyan Uyğur ərazisində 7649 metr düzlüyü, Mont Blanc Avropa düzlüyü, Demaven Elbrus dağının İranda.
deməli, ən uzun zirvəsi 5615 km malikli cavab oldu. D bəndi. 7'də Fudziyama Adımlar kuşağında diyor Japonya'da. Afrika Avrasya materyallerin coğrafi bölgüsünün ümumi xüsusiyyət. Ekvator xətti ilə çəkişir. Avrasya ekvator xətti çəkmir. Cənub yarımçəsində yerləşirlər. Avrasya cənub yarımçəsində yerləşmir. Bütün okeanlarla əhatə olunmuşlar. Bütün okeanlarla əhatə olunan Avrasya'da Afrika, Hind, Atlantik okeanında əhatə olunub. Şimal tropi xətti ilə çəkişir. Hər ikisi şimal tropi xətti ilə çəkişir, düzgündür. 180 dərəcə meridianla çəkişən Avrasyadır. Afrika 180 dərəcə meridianla çəkişmir. Afrika və Avrasya materiklərin coğrafi bölgüsünün ümumi olmayan xüsusiyyət. Sahillərin Aral dənizinin suları yürür. Afrikanın şimalı, Avropanın cənubu, Avrasyanın qərb hissəsi. Aral dənizi qışlı zamanı yaradan dağ silsilələri vardır. Afrikada deməli Atlasda, Avrasya'da çoxdur. Amma belə dağlar var. Sahil xətti çox parçalanmışdır. Avrasya sahil xətti çox parçalanır. Afrikanın sahil xətti çox az parçalanır. O görə bunlar üçün ümumi olmayan xüsusiyyət sahil xəttlərinin çox parçalanmasıdır. C cavabı bunlar üçün ümumi olmayan xüsusiyyətdir. Başlanğıc meridianla çəkişirlər. Greenwichlə hər ikisi çəkişir. Sahələrin əsas çəkişi şərq yarımçəsində yerləşir. Avrasiyanda, Afrikanda çox çəkişi şərq yarımçəsində yerləşir. Bu da səciyyəvi ümumi olan xüsusiyyəti idi. C cavabı doğrudur. Ucqar nöqtəli iki yarımçıda yerləşən materiklər, ucqar nöqtəli iki yarımçıda yerləşən materiklər, iki yarımçıda yerləşən ilə cəmi iki yarımçıda yerləşən materiklər ki, bunlar da Şimal Amerikanın Avstraliyadır. Şimal Amerika, Avstraliya. Bunlar iki yarımçıda yerləşir, ucqar nöqtələrdə iki yarımçıdadır. Cavab Y bəndi. Verilen əməklərin aid olduğu arxipelaq Atlantik okeanında yerləşir. Mərkəzi Amerikaya aiddir. Geotermal zonada yerləşir. Falkland deməli Cənubi Afrikanın cənub şərqindədir. Səhvdir. Havay Sakitlərin mərkəzindədir. Səhvdir. Böyük Antil deməli Atlantik okeanında yerləşir. Mərkəzi Amerikaya aiddir. Geotermal sahədə yerləşir. Doğrudur. İslandiya Atlantik okeanın ortasındadır. Azorda həmçinin. Cavab C bəndi. Ucqar şərq və qərb nöqtələri qərb yarımçəsi ərazisinin böyük hissəsi isə şərq yarımçəsində yerləşən materik. Deməli, Avrasiya qərbdən də təxminən 10 dərəcə, şərqdən də təxminən 10 dərəcə qərb yarımçəsində yerləşir. Qərb ucqar nöqtəsi Roka 9 dərəcə yarım qərb yarımçəsindədir. Şərq ucqar nöqtəsi də yenə də 170 dərəcə deməli qərb yarımçəsindədir. Amma materikin özü şərq yarımçəsində yerləşir. Cavab oldu Avrasya. Avropa ilə Asiya qitələrinin şərqi sərhədində yerləşən dağlar. Aydın ki, Avropa ilə Asiya arasında sərhəd şərqidir. Karpat Avropadadır, Krım Avropadadır, Altay Asiyadadır, Sayan Asiyadadır. Ural dağlarının şərq sərhəddi Avropa ilə Asiyanın sərhədindədir. Ural Avropa edilir. O cür ki, qərb tərəfi az meyillidir, şərq tərəfi dişdir. O cür də Avropa edilir, amma sərhəd üzərindədir. C cavabı. Şahid dağların daha çox səciyyəvi olduğu ərazilər. Şahid dağlar kristalli surlarından əmələ gələn hündür yerlərdir. Kristalli sur sübut edir, göstərir ki, bura hər yer belə ki, hündür olubdur. İndi onun qalıqlarıdır ki, Şimali Amerikada Ahqqa Tibesti, Darfur yaylaları bunun tipik misalıdır. Cavab D bəndi. 3. Ucqar nöqtəli 4 yarımçədə yerləşən materik təkcə Afrikadadır. Şimal yarımkürəsində, Cənub cənubda, şərqi şərqdə, qərbi qərbdə. Cavab Afrika. Afrikada yerləşən dağlar Atlas buradadır, Kap buradadır, Dragon buradadır. Dragona bəzən əjdaha da, əvvəllər əjdaha deyildi, indi düzgün olaraq Dragon deyilir. Deməli, Atlas Cavan, Kap Dragon isə qənim dağlar. Cavab bəndi. Ərazisində dünyanın ən böyük səhrası yerləşən materik aydın ki, Afrikada böyük səhra, dünyanın ən böyük səhrasıdır. Sahəsi hazırda 10 milyon kvadrat kilometrə yaxındır. Cavab Y bəndi.
Afganın cənubunda yerləşən dağlar, Afganın cənubunda yerləşir Kaplan Dragon dağları. Hakkari Tibesti şimaldakı yaylalardır. E, e, Kalahari çökəkliydi. Kap cənubda dağdır, Kamerun çökəkliydi. Darfur yendi şimalda yerləşən yayladır. Kap Dragon dağları Afganın cənubundadır. Caban. Rusya arasında yerləşən dağlar qrupu. Ural Rusiyada, Qafqazın çox hissəsi, şimal hissəsi Rusiyada, Sayan dağlar Rusiyada. Cavab düzdür. Pamir Rusiyada, Dögür, Karpat Ukraynadadır, Tianshan Rusiyada değil, Verkhansk Rusiyadadır, Altay Rusiyadadır, Kopetdağ İran, Türkmenistan sərhədindədir Rusiyada diyor. Pamir Rusiyada değil, Kunlun Rusiyada değil. Cevap oldu Ural, Kafkas, Sayan. Avrasya Mateş'in qərb yarımçı yerləşən coğrafi obyektlərin müəyyəninin İslandiyadası Rusiya Avrasya Mateş'in qərb yarımçəsində yerləşir. Jutland yarımçası şərq yarımçəsindədir. Notçimurnu yeni şərq yarımçası səhvdir. İslandiya qərbdədir, Kola şərqdədir. Pirne yarımçası qərbdədir. Apenin şərqdədir. Çukot qərbdədir. Bababurnu şərqdədir. Bretan yarımçası Fransa'nın şimal qərbində, qərb yarımçəsindədir. Dejunyov burnu. Deməli, bu Avrasya şərqində, deməli, qərb yarımçəsindədir Roka burnu, Pirne yarımçasında. Deməli, bu da 7 dərəcə, 10 dərəcə yaxın təxminən, deməli, qərb yarımçası. Cavab D-bəndi. Kuril adları Balkan yarımçası Piyay burnu. Piyay şərqdədir, Balkan şərqdədir, Kuril adalarda, yenə də o da şərqdədir. Cavab D-bəndi. Qərbi Sibir və Şərq Avropa düzənliklərini ayıran dağ kimi Qərbi Sibir ilə Şərq Avropa düzənlikləri arasında yerləşir Ural dağları. Cavab C-bəndi. Avrasya və Şimal Amerikanın sahil xəttlərinin səciyyəvi xüsusiyyəti sahil xəttlər daha çox parçalanması. Avrasiyada onlarla böyük yarımada adaların sayı hesabı yoxdur. Şimal Amerikada Butiya, Labrador, Florida, Yucatan, Kaliforniya, Alyaska kimi çoxlu yarımadalar var. Bu da adaların yarımadaların çox olması, sahil xəttinin çox parçalanması mənasına gəlir. Cavab bəndi. Mateşlərin mütləq maksimum yürüyüşlərinin azalma ardıcılığını müəyyən edin. Mütləq maksimum deyəndə ən uca zirvələrindən geçir. Deməli, ən hündür mateş, ən uca zirvə Comolun Avrasya 8848 metr. Deməli, Avrasya ilə başlayacaq. İkinci ən uca zirvə 6960 metr. Aconcagua Cənubi Amerikadadır. Deməli, birdən keçəcək 4-ə. Sonra üçüncü yerdə gəlir Şimali Amerika. Deməli, Mach-Şenil 6193 metr. Bundan bir gəlir alçaq Afrikada 5895-lə Kilimanjaro. Sonra Antarktidada bir son masifi 5140 metr. Avustraliyada da ki Kaçuşka 2228 metr. Deməli 1, 4, 3. 1, 4, 3, 2, 5, 6 cavab oldu əməndi. Avustraliya müasir dərəcədə vulkan baş verməyən geomatik olmasının səbəbi əslən bərk kristal sulardan təşkil olması şərt dögür. Matekin digər quru sahələrinin tədris olunması mətləbə dəxli yoxdur. Mateikdə qədim dağların çox olması səhvdir. Litosfer tavanın divergen sərhədində yerləşməsi, litosfer tavanın divergen sərhədində deyil. Litosfer tavanın toqquşma sərhədindən uzaqda yerləşməsi cavab budur. Litosfer tavanın sərhədlərindən uzaqda yerləşir. Ona görə də burada nə zəlzələ var, nə də vulkan var. Cavab Y-bəndi. Avstraliyada düzənlik relyefinin geniş sahə tutmasının səbəbi materikin filiz və qeyri-filiz yataqları ilə zənginliyi səhvdir. Digər materiklərdən kənar değişməsi mətləbə dəxli yoxdur. Materikin bütünlüklə qədim çökmə suxurlarla örtülməsi yenə də səhvdir. Materikin əsasının qədim platformadan ibarət olması cavab düzdür. Qədim platforma ərazinin hamarlanması, düzlənməsi mənasında platforma hamar yer deməkdir. Vaxtilə Gondvananın tərkibində olması yenə də səhvdir. Cavab deyil.
Xəritə çıxməzsən uyğunluğu müəyyən edin. Deməli, qədim dağ sistemi. Buradakı qədim dağ sistemi B-də yerləşir Appalaç dağları. Deməli, 1-ə gələcək B. Matekin ən uca zirvəsi Makkinli yerləşir A-da. 2-yə gələcək A. Matekin ən alçaq nöqtəsi Ölüm dərəsi C-də yerləşir Kaliforniyada. C. Dördüncü bulaşmasına məruz qalan şimaldakı Labrador Hudson körfəzinin yanında D məntəqəsi. Deməli, 1-ə B, 2-yə A, 3-ə C, 4-ə də D cavab oldu B bəndi. Avrasiya'nın ucgar nöqtələri vardı. Yanlış düşülməyinin şərq ucgar nöqtəsi 2 qitədə yerləşən ölkədir. Rusiya 2 qitədə yerləşir. Dejunyok burnu deməli Rusiyada düzdür. Deməli, bir yanlış fikir deyil. Şərq ucgar nöqtəsi 3 yarımçıda yerləşən ölkənin ərazisindədir. Rusiya şərq, qərb, şimal yarımçıda 3 yarımçıda yerləşir. Bu da yanlış fikir deyil. Bütün ucgar nöqtələri yarımadalarda yerləşir. Bütün ucgar nöqtələr Tamir yarımçısı, Çukot yarımdası, cənubda da Pierre burnu düzdür. Burada da səhv fikir yoxdur. Qərbdəki də Pirine yarımadasında. Bütün ucgar nöqtələr yarımadalarda yerləşir. Doğru bir şeydir. Yanlış deyil. Cənub ucgar nöqtəsi cənub yarımçıda yerləşir. Pierre burnu ekvatordan 1 dərəcə 16 dəqiqə şimaldadır. D cavabı cənub yarımçısında yerləşir. Fikri səhvdir. Yanlış olan D-dir. Şimal ucgar nöqtəsi Arktik iqlim quşağında yerləşir. Çelgüs üçün Arktik iqlim quşağındadır. Y bəndə doğru fikirdir. Yanlış fikir deyil. Cavab D. Şimali Amerika materikinin mütləq hündürlüyü daha çox olan relyef vahidini müəyyən edin. Buranın içində böyük düzən mərkəz döngələr, labirint yüksəkliyi, Meksika sahili ovalı, Atlantik sahili ovalıqların hündürlüyü azdır. Labirint yüksəkliyi yerində hündürlüyü azdır. Köhnə kitablarda belə bir cümlə vardı ki, böyük düzənliklər sanki nərdivan kimi Kordilyer dağlarına qalxır. Bunların içərisində ən hündür olan böyük düzənliklərdir. Mütləq hündürlüyü ən yüksək olan. Cavab B bəndi. Kalahar səhrasının tıkan məsələsindən fərqləndirən xüsusiyyət aid olduğu qitənin neft və təbii qazla zəngin ərazisi. Buranın hər ikisinin neft qaza ehtiyatı yoxdur. Qurbandan fərqi yoxdur. Bütövlükdə cənub yarımçısı yerləşir, hər iki cənub yarımçısındadır. Euro-relyef formalarına rast gəlinir. Hər ikisində euro-relyef formalarına rast gəlinir. Yerləşdiyi ölkə inkişaf etməkdə olan ölkə qrupuna aiddir. Çiğdir. Burada da yenə də inkişaf etməkdə olan ölkələrdir. Bir neçə ölkənin arasında yerləşir Kalahari, Namibiyadır, Botsvanadır, Cardır. Amma Kalahari təkcə Çilin arasında yerləşir, fərqlə bundadır. Bir neçə ölkənin arasında yerləşməsi ilə Kalahari Atakamadan fərqlənir. Cavab Y. Afrika, Avstraliya, Cənubi Amerika materiklərinin coğrafi mövqeyinin ümumi cəhətləri ərazisindən cənub tropik xətti keçir. Bunların üçündən də cənub tropik xətti keçir. Bir ümumi cəhətdir. İki okeanla əhatə olunmuşlar. Afrika, iki okean, Avstraliya, iki okean, Cənubi Amerika, iki okean düzdür. İki okeanla əhatə olunmuşlar. Ən genişlərindən ekvator keçir. Bu Avstraliyaya aid deyil. Avstraliyada ümumiyyətlə ekvator Avstraliyanı kəsmir. Cənub hissələri mülayim iqlim quşağında yerləşir. Afrikada mülayim iqlim quşağı yoxdur. Avstraliyada yox, təkcə Cənubi Amerikada var. Qərb sahillərindən soyuq cəryan keçir. Afrikada deməli Peru, Cənubi Amerikada Peru, Afrikada Bengel, Avstraliyada Qərbi Avstraliya soyuq cəryanı keçir. Doğrudur. Ərazinin böyük hissəsi səhralar təşkil edir. Cənubi Amerikada səhralar çox kiçik ərazi təşkil edir. Səhvdir. Düzgün cavab oldu 1, 2, 5. Cavab B bəndi. Qərbi Sibir ovalığından 180 dərəcə düz cənuba, 225 dərəcə cənub-qərbə və 270 dərəcə qərbə azimutda yerləşən ovalıqları müəyyən edin. Düz cənubunda yerləşir Hind-Kang, 225 dərəcəsində İraqda yerləşən Mesopotamiya, 270 dərəcəsində yerləşir Almaniya, Polşa. Cavabı doğrudur. Cavabındır. Uyğunluğu müəyyən edin. Cənubi Amerikada akkumulyativ düzənlik. Cənubi Amerikada akkumulyativ düzənlik bu deməli Amazon ovalığıdır, 3 ilə verilib.
Deməli, birinciyə gələcək 3. Ruvenzori Horstunun yerləşdiyi ərazi bu Şərq Qafqaz sınmasındadır Ruvenzori Horstu. Deməli, bu gələcək 2-yə gələcək 5. Alp Himalay qurşağının ən qərb hissəsi Piriney Atlas dağlarıdır. Atlas dağlarıdır Afrikada. Deməli, 3-ə gələcək 6. Cənubi Amerikada ən böyük yayla aydın ki, Braziliya yaylasıdır. Bu da 2. Deməli, 1-ə 3, 2-yə 5, 3-ə 6, 4-ə də 2 cavab oldu C bəndində. Xəritə çıxımdakı rəqəmlər uyğun əraziləri müəyyən edin. Şu xəritə bilgili mexanik şəkildə birbaşa deyəcəm. Bir Parana çayıdır. Üzərində bir üzərinə qoyulubdur. Bura La Plata ovalığıdır. 2. Deməli, Amazon çayıdır. Amazon ovalığıdır. 3. Braziliya yaylasıdır. 4-dəki Ornoko çayının yaxınlığındadır. Bu Qibiyana yaylasıdır. Deməli, bu cavab axtaracaq. Deməli, La Plata ovalığı, Amazon ovalığı, La Plata ovalığı, Amazon ovalığı, Braziliya yaylası. A səhv çıxdı. B düzgün çıxdı. La Plata ovalığı, Amazon ovalığı, Braziliya yaylası, Qibiyana yaylası. Cavab B bəndi. Deməli, xəritə çıxımdakı rəqəmlər uyğun əraziləri müəyyən edin. Deməli, 1. Parana çayı, La Plata ovalığı. 2. Ornoko çayı, Ornoko ovalığı. 3. Patagonya. 4-dəki Braziliya yaylası. Deməli, 1. La Plata ovalığı, 2. Ornoko ovalığı, 3. Patagonya, 4. Amazon ovalığı döyür. Braziliya yaylası. A bənd səhv çıxdı. 1. Ant dağları, B səhv çıxdı. C-də La Plata ovalığı, 1. Amazon ovalığı, 2. Amazon ovalığı yoxdur burada. C-də səhv çıxdı. D-də deyir 1 Patagonya. 1 Patagonya diyor La Plata'dır. Demək cavab Y-dir. 1 La Plata düzgündür, 2 Ornoko düzgündür, 3 Patagonya düzgündür, 4 Braziliya yaylası. Cavab Y bəndi. Avstraliya materikinə aid olan əlamətlər. Çayları il boyu bolsuldur. Avstraliyada il boyu bolsu çay yoxdur. Daimi dağ buzlaqları yoxdur. Daimi dağ buzlaqları həqiqətən burada yoxdur. Ən uzun zirvəsi 2230 metrdən azdır. Ən rütubətli materikdir yazıb, ən quraq materikdir, səhvdir. Ən iki yarımşədə yerləşir, cənubla şərq yarımşədə yerləşir, doğrudur. Sahillər çox parçalanmışdır, sahillər çox parçalanmayıb, az parçalanıb. Zəlzilə və fəaliyyətdə olan vulkan yoxdur. Həqiqətən Avstraliyada nə zəlzilə var, nə də vulkan var. 2, 4, 6 cavab oldu A bəndi. Antarktida və Arktikanın oxşar xüsusiyyətləri, ərazilərin yerin maqnit coğrafiyaları yerləşir. Belədir. Avrasiya və Şimali Amerika materikləri ilə əhatə olunublar. Arktika əhatə olunubdur, Antarktida yox. Ərazilərini bütün meridianlar keçir, bütün meridianlar kütlələrdə birləşdiyinə görə həm Arktikada, həm də Antarktidada vəziyyət belədir, bu ümumi xüsusiyyətdir. Bu ərazidə ən uzun qütb gecə və gündüzlər müşahidə edilir, bu da doğrudur. Arktikada, Antarktidada ən uzun qütb gecə gündüzlər müşahidə edilir. Mərkəz tirəndə materik yerləşir. Antarktida üçün düzdür, Arktika üçün səhvdir. Düzgün cavab oldu 1, 3, 4. Cavab B bəndi. Antarktida və Arktikanın oxşar xüsusiyyətləri 3 yarımçıda yerləşirlər, doğrudur. Mütləq hündürlüyü çox olan quru sahəsinin geniş ərazi tutur. Mütləq hündürlüyü çox olan quru sahəsi geniş ərazi tutur, səhvdir. Oxşar xüsusiyyət deyir bu. Yüksək təzyiq qurşağındadır, hər ikisi düzgündür. Enən hava hər ikisində. Avrasiya və Şimali Amerika materikləri əhatə olunublar. Antarktida üçün səhvdir. Qütb ətrafı sahələrdə yerləşirlər, ümumi xüsusiyyətdir. Demək, oxşar xüsusiyyətdir. 1, 3, 5 cavab oldu, D bəndi. Xüsusiyyətlərin hansı əraziyə aid olduğunu müəyyən 2 okeanlara aid olunub. Ərazisi çoxsası yarımada və adalarda yerləşmişdir. Buzlaq mənşəli göllər geniş yayılıb. Bütün dövlətlərinin dənizə birbaşa çıxışı var. Fəaliyyətdə olan vulkan və geyzirlər var. Bunların içərisində Cənub-Qərbi Avropa səhvdir, Mərkəzi Asiya səhvdir, Şərqi Avropa səhvdir, Qərbi Avropa səhvdir, cavab Şimali Avropa. İndi buradakı ölkələr Norveç, İsveç, Finlandiya, Danimarka, İslandiya. Bu ölkə hamısının dənizə çıxışı var. Bunlarda buzlaq mənşəli göllər geniş yayılıb. Finlandiyada, Norveçdə, İsveçdə. Sonra geyzirlər İslandiyada var.
e, ərazidəki deməli Skandinaviya yarımadası, Jutlandiya yarımadası adalardakı həmçinin. Deməli cavab gedir Şimal Avropadan. Mateikdən ucqar cənub nöqtələri deməli Avrasiya, Roka Avrasiyanın qərbidir, Eyni Afrikanın cənubudur, Cənub-Şərq Avstraliyanın cənubudur. 1-3-5. Deməli Avrasiya, Afrika, Avstraliyanın cənub ucqar nöqtələridir. Roka deməli Stick Point bunlar səhvdir. Cavab B bəndi. Mateikdən ucqar şimal nöqtələri Çelyus üçün düzdür, Bayron səhvdir, Mersin düzdür, Kalinat düzdür. Avrasiya, Şimali Amerika, Cənubi Amerikanın deməli ucqar şimal nöqtələridir. 1-3-5. C cavabı. Sxemdə verilən mütləq yüksəklərə uyğun gələn dağların yerləşdiyi qitələr. Deməli birinci deməli hündürlük 6000 metrdən çoxdur. Amerika. A, B, Y cavablarından biridir. İkincisi 4000 metr ilə 5000 metr arasında. Afrika olmaz. Afrika 5895 metrdir. Avropa olar. Avropada 4800 metr. Deməli Amerika, Avropa B bəndinə keçdik. Afrika 5895 metr Kilimanjaro, Avstraliya Kaçurka 2228 metr. Düzgün cavab oldu B bəndi. Deməli Amerika, Avropa, Afrika, Avstraliya. Rəqəmlərlə verilən coğrafi obyektlərə aid ümumi əlamət. Deməli 1 Madagaskardır, 2 görüşmür, Böyük Britanya, 2 bir də Şimal Amerikan adalardadır. Konvergent sərhəd olan dəyişikliklər səhvdir, vulkan mənşə adalardır, səhvdir, sahillərindən isti okean cəryanı keçir. Üçün yanına soyuq cəryan keçir, səhvdir, seismik cəhətdən sabit zonalarda yerləşirlər. Bu düzdür. Seismik cəhətdən sabit zonalarda yerləşirlər. Əhalinin çıxmışkən ərazilərdə səhvdir. Seismik cəhətdən sabit zonalar, bunlar litosfer tavan sərhədindən uzaqdadır. Şimali Afrikaya aid deyil, ərazisində cavan dağlar mövcud, Atlas var, mis qurşağı geniş Saturn, mis qurşağı mərkəzi Cənubi Afrikadadır, bir də Cənubi Amerikadadır. Aid olmayan da budur, mis qurşağı geniş Saturn. Mateiklərin sahəsinə görə azalan ardıcıllığın müəyyəni, deməli azalan deyirsə, deməli Avrasiya ilə başlayacaq. Avrasiya 4, Avrasiyadan sonra deməli Afrika deməli 30, 4-5 B-də görükdü. 2 Şimali Amerika 24 milyon düzdür. 6 Cənubi Amerika 17-18 milyon düzdür. 3 Antarktida 14 milyon düzdür. 1 Avstraliya. Deməli cavab oldu B bəndi. Mateiklər. Deməli Avrasiya, ikincisi Afrika 30, ikincisi Şimali Amerika 24, 6 Cənubi Amerika 17,8, 3 Antarktida 14 yuvarlaq, Avstraliyadakı 8-ə yaxın. Afqan şahid dağlarını müəyyən edin. Kap Kilimanjaro yox, Tibet Hakkari yaylaları şahid dağlardır. Cavab B bəndi. Dağ və düzənliklərin yerləşməsi görə bir-birinə daha çox bənzəyən mateiklər dağ və düzənliklərin yerləşməsinə görə Şimali Amerika, Afrika az oxşayır, Afrika, Cənubi Amerika yenə az oxşayır, Avstraliya, Şimali Amerika az oxşayır, Avrasiya, Afrika az oxşayır, Şimali Amerikanın Cənubi Amerikada oxşarlığı nədir? Hər ikisinin qərbi dağdır, şərqi düzənlikdir. Mateiklərin qərbi dağdır, cavan dağlar, şərqi isə geniş düzənliklərdir. Cavab Y bəndi. Avrasiyanın hansı hissəsində qədim Gondwana qursunun tərkibində olmuşdur? Hansı hissələri qədim Gondwana qursunun tərkibində olmuşdur? Avrasiyaya sonradan gəlib birləşən Hindistanla Ərəbistan yarımadları. Avrasiyaya Ərəbistan Afrikadan ayrılıb gəlib,
Hindistan'da, Çin'de, Avustralya'dan ağırlık gelip Hindistan Arabistan yapılar. Cevap B bəndi. Avrasya'nın qədim dağ sırası Skandinaviya düzdür, Ural düzdür, Altay düzdür. Avrasya'nın qədim dağlarıdır. B'de Kafkas Cavan Dağı'dır. C'de Karpat Apennin Cavan Dağı'dır. D'de Kafkas Kırım Cavan Dağı'dır. Y'de Piriney Karpat Cavan Dağı'dır. Cevap Skandinavya, Ural, Altay. A. Elverin devrilmesinden uygun benzemeyin. Afrika, Avustralya. İyul, Avustralya'nın ekvator hava kütleleri hakim olan iklim kuşağına maliktir. İyul'un Avustralya'da ekvatoryal hava olur, subekvatoryal kuşağda. Deməli, bu ekvatoryal kuşağa malik olmalıdır. Ekvatoryal kuşağı Afrika'da var, Avustralya'da yok. Deməli, bir ayda olacak bire. Subtropik iklim kuşağının kontinental tipi mevcut değil. Kontinental tip Afrika'da yoktu. Avustralya'da merkezde var. Afrika'da beraber töbetlemeden bir başarı Aral Denizi'ne geçir. Deməli, 2 ayda Avustralya'ya. Afrika'ya aittir. Kontinental iklim tipi mevcut değil. Avustralya'da var, Afrika'da yoktu. Bu da değil, mevcut değil. 3. En büyük çay sistemi Hind Okeanı Hövzesi'ne aittir. En büyük çay sistemi Avustralya'nın Murley çayı. Deməli, bu Hind Okeanı'na ait, tam Afrika'da Kongo'dur. Bu Atlant Okeanı'na aittir. Nil de yine Atlant Okeanı Hövzesi'ne aittir. Deməli, en büyük çay sistemi Hind Okeanı Hövzesi'ne aittir. Avustralya'ya aittir. Ucgar, Şimal Ucgar'da subekvatoryal iklim kuşağında yerleşen Avustralya'dır. Ucgar Şimal Üstü Afrika'da subtropik kuşağında yerleşir. 4 Avustralya'ya aittir. 5 Eras'ın qədim dağları mevcutdur. Afrika'da Kap Dragon dağları var. Avustralya'daki Böyük Suacı dağları var. 5 hər ikisinə aittir. Deməli 1'e 1, 2, 2'ye 3, 4. 1, 2, 3, 4, 5 cevap oldu. B bəndi. Eylül'ün devrilmesine uygun benleri mevcut. Afrika'nın şimalı, Afrika'nın cənubu. Dünya əhəmiyyətli neft qaz yataqları mevcuddur Afrika'nın şimalında. Ait olacaq 1'e. Tropik hava kütlələri formlaşır. Tropik hava Afrika'nın şimalında da formlaşır. Cənubunda da. Deməli, bir ait olacaq hər ikisinə. Materikin ən uzun çayının deltası yerləşir Afrika'nın şimalında. Nil çayının deltası Afrika'nın şimalındadır. C ait olacaq 1'e. Şərq sahilindən keçən isti cəryan yağıntıların miqdarının çoxalmasına səbəb olur. Afrikanın cənubundan isti Mozambik cəryanı keçir. Deməli, D aid olacaq 2'ye. Ərazisində Tugela şəlaləsi yerləşir. Tugela şəlaləsi yenə də Afrikanın cənubundadır. Deməli, 1'e aid olacaq A, C, 2'ye aid olacaq D, E, 3'e de aid olacaq B. Cevap oldu Y bəndi. Elvin diaqramından uygun bənləri müəyyən. Deməli, Orta Sibir, Dekan yayası, Braziliya yayası, qədim Honbana qursunun tərkibində olub. Orta Sibir yox. Dekanla Braziliya, deməli, bir aid olacaq 3'e. Seçmiş cəhətdən nisbətən sabitdir. Bunların 3'ü də nisbətən sabitdir. Deməli, 2 aid olacaq 4'e. Şimal və Şərq yarımşarında yerləşirlər. Şimal Braziliyadan çıxdıq. Orta Sibirdən Dekan. Şimal Şərq yarımşarında yerləşir. Deməli, 3 gələcək 1'e. Əsdən subekvatoryal iklim kuşağında yerləşir. Subekvatoriyalda Dekanla Braziliyadır. Deməli, bu gələcək 3'e. 5 filiz faydalı qazıntılarla zəngindir. Bunların 3'ü də filizlə zəngindir. Deməli, 5 gələcək 4'e. 6 aid olduğu ölçü 3 yarımçıda yerləşir. 3 yarımçıda yerləşən ölçü Rusiyadır. Bir də Braziliyadır. Ki, Orta Sibirdən Braziliya. Deməli, bu gələcək 2'ye. Rusiya, şimal, şərq, qərb, Braziliya, şimal, cənub, qərb yarımkəsində. Deməli, bu aid olacaq 2'ciyə. Ən böyük materikdə yerləşir, ən böyük materikdə yerləşən Orta Sibirlə Dekan. Hər ikisi arasında yerləşir. Deməli, 7 aid olacaq 1'ciyə. Deməli, 1'e gələcək 3, 7. 2'ye gələcək 6. 3, 7. 3, 7. 2'ye gelir 6. Cevap oldu D bəndində.
müəyyən edin. Uyğunluq gözlənilmiş sıranı müəyyən edin. Relyef xüsusiyyətlər. Ural dağlar kondiler formalaşıb səpdir. Dekan yaylası akümülativ dendasiyondur. Anadolu yaylası platformunun əyilmiş sahəsində deyil, geosuna quşaqdadır. Turanovalı çökmə çuxurlarla örtülübdür. Doğrudur. 4. Meseta yaylası, şərbəsik relyef formaları, Meseta yaylası, deməli Pirineydə bu 4-cü budaşmasına məruz olan ərazidə deyil. 4. Demək, Turanovalı çökmə məşə çuxurlarla örtüldü. Bu görə neft qazı ehtiyatları həddindən artıq boldur. 4. Düzgün. Eyl-Evren diaqramasından uyğun bəlləri müəyyən Böyük Səhra Kalahari, duyum barxanları rast gəlinir hər ikisində. Ərazisində şahid dağlar geniş yayılıb Böyük Səhra. Təbii şərait məskunlaşmaya ciddi təsir göstərir hər ikisində. 3'e aid olacaq. Cənub və Şərq istiqamətində qədim dağlar formalaşmışdır. Bu Kalahari'ye aittir. Cənub və Şərq istiqamətində qədim dağlar formalaşmışdır. Kalahari'ye aittir. 4. Ərazisindən çevrilmiş ölkə yerləşir. Kalahari'nin cənub hissəsində, deməli, Cənub Afrika Respublikası yerləşir. Deməli, 5 aid olacaq 2'ye, Kalahari'ye. Zəngin nefti ehtiyatına malik olan Böyük Səhradır. 6 aid olacaq 1'e. 1'e 2, 6, 2'ye 4, 5 cavab oldu. A bəndi. Şimali və Cənubi Amerika materiklərinin relyef üçün fərqli xüsusiyyətləri müəyyən edin. Sahil xətti az parçalanıb. Az parçalanıb Cənubi Amerika, Şimali Amerikanın sahil xətti çox parçalanıb. Deməli, bu fərqli xüsusiyyətdir. 1. Qədim dağ silsilələrinə malikdirlər. Şimali Amerikada Appalaç dağları var. Cənubi Amerikada qədim dağ yoxdur. O yüzden bu da fərqli xüsusiyyətdir. 2'də. Şərq hissəsindən düzənliklərdən ibarətdir. Bu oxşar xüsusiyyət hər ikisində belədir. Sahillərini 3 okean suları yuyur. Şimali Amerikanın 3 okean suları yuyur. Cənubi Amerika Atlantik sakit 2 okeandır. Bu da fərqli. 4. Qərb sahili subduksiya zonasında yerləşir. Hər ikisinin qərb sahili subduksiya zonasındadır. Fəaliyyətdə olan vulkanlara rast gəlinmir. Hər ikisində fəaliyyətdə olan vulkanlara rast gəlinir. Burada da bir fərq yoxdur. Deməli, fərqli cəhətlər oldu. 1, 2, 4. Uşaqlar 70 testinin təhlilini burada verdim. Allah qoysa yaxın günlərdə 71'dən axıra qədəri 133 dənəni yaxın günlərdə hazırlayacağım. Bu qədər.